Salam aleykum şeyx. Hənəflər haqqında nə danışa bilərsiniz? Çox qısa. Xahiş. Bilirsiniz, Hənəfilər qardaşlarımızdır. Sadəcə Əbu Hanifə bizim sələfi imamımızdır. İmamdır. Bəli. Biz onunla baxırıq, xüsusən fiqh məsələlərində baxırıq ictihadına. Hərdən bəzi məsələlər var bizdə, sələflərdə. Əbu Hanifə rahimehullahın ictihadı tərcih olunub. Bəli. Bəli. Hərdən görsən İmam Şafii, hərdən görsən İmam Malik, hərdən görsən İmam Əhməd. Onlar özləri belə deyiblər, belə olmaq lazımdır. Lakin məhzəbdə problem yoxdur, lakin əqidədə də problem. Aydın da əqidədə də problem, ən böyük problem bizdə əqidədədir. Çünki Hənəfi çox vaxt deyənlər Hənəflər, əqidədə görsən Əşaridilər, təriqətdə Sufi, Naxşibəndi. Sufinin də Allah bilir hansı qollarındandır, mənhəcdə də İxvan. Bəli. Problem budur. Çünki bütün məzhəblər, əqidələr hamısında təkfir var və xuruc da var. Bir dənə sələfələrdən başqa. Bəli.